Vaxtınız xeyir olsun, hörmətli şagirdlər və valideynlər. Belə ki, əvvəlki videomda buraxılış imtahanında fənlər üzrə limitdən danışmışdıq. İndi isə blok imtahanlarında tətbiq edilən bal limitləri ilə bağlı məlumat vermək istəyirəm. Belə ki, ali məktəb müsabiqəsində iştirak edəcək şagirdlər mütləq ki, blok imtahanında bu bal limitlərini aşmalıdır. Yəni, istər birinci qrup, istər ikinci qrup, istər 3 və yaxud 4-cü qrup olsun, blok imtahanında mütləq 50 bal limitin keçməlidirlər. 150 ballıq ixtisaslar üçün. Əgər ümumi balı, yəni buraxılışdan fərqi yoxdur, 100 bal toplasın, 0 bal toplasın, 150 toplasın, fərqi yoxdur. Blokdan 50 balı keçməlidir. Ümumi bal isə 150 bal limitin aşmalıdır ki, bu şagird ixtisas seçimində iştirak edə bilsin. Belə ki, məsələn, tutalım ki, şagird buraxılışdan 120 bal toplayıb. Blokdan 50 balı keçə bilməsə, bu şagird ixtisas seçiminə buraxılmır. Ən az 50 balı keçilməlidir ki, 150 ballıq ixtisas seçimində iştirak etsin. Yox, əgər bütün ixtisasların, yəni istədiyi ixtisasın ixtisas seçimində iştirak etmək istəyirsə, o zaman blokdan 100 balı keçməlidir və buraxılışla blokun cəmi ümumi balda 200 balı keçməlidir ki, bütün ixtisasların ixtisas seçimində iştirak edə bilsin. Belə ki, bu istər Azərbaycan dili olsun, istər tarix olsun, istər biologiya olsun, fərqi yoxdur. Yəni, ümumi bal limiti tətbiq olunur. Fənlər üzrə heç bir bal limiti yoxdur. Sadəcə sizin ümumi şəkildə, yəni 100 bal və 50 bal limitləri aşmalısınız. Hər birinizə uğurlar. Konsultasiya və ixtisas seçimi üçün növbəmizə yazıla bilərsiniz. Hər birinizə uğurlar.